Salamlar. Bu bitki dazotu bitkisi adlanır. Hipericum perforatum. Sarı kantaron deyilən bitkidir. Azərbaycanda yetişir. Sarı çiçəkləri var. Həm yağından istifadə olunur, həm də dəmləməsindən istifadə olunur. Dazotu antidepressant bitki sayılır. Tərkibində ellizin var ki, davamlı herpes virusları çıxan insanlar bunun yağından məlhəm şəklində çəkə bilərlər. Həmçinin dazotu bir sıra virus xəstəliklərdən qorunmaq üçün də istifadə olunur. Məsələn, hepatit viruslarını qeyd edə bilərəm və yaxud da kəskin respirator virus infeksiyaları zamanı dazotunun dəmləməsindən istifadə edə bilərsiniz. Antidepressant sayılan dazotu bitkisini 3 həftə istifadə edib, 1 həftə fasilə verib, yenə də 3 həftə istifadə edə bilərsiniz. Həmçinin dazotunun çiçəklərindən yağ alınıb, yağ şəklində xaricə istifadə edə bilərsiniz. Dazotu bitkisi bəzən ishal yaranır, qıcıqlanmış bağırsaq sindrom fonunda ola bilər. Bəzən depressiya fonunda yaranan qida borusunda ola bilər. Dazotunun dəmləməsindən istifadə edə bilərsiniz. 1 çay qaşığı dazotu bitkisi götürülür, qurudulmuş halda və dazotunun dəmləməsi bu qaydada aparılır. 1 çay qaşığı götürülüb, 1 stakanda dəmləyin və 20 dəqiqə dəm aldıqdan sonra gündə 2 dəfə yeməkdən sonra daxilə qəbul edin. Yağını isə yağ şəklində daha çox zeytun yağında hazırlanır və yağ hazırlandıqdan sonra damla şəklində suya qarışdırıb istifadə də oluna bilər daxilə. Həmçinin xaricə məlhəm şəklində istifadə oluna bilər. Dazotu bitkisini istifadə edən zaman bir sıra antidepressant dərmanlarla bərabər istifadə olunması məsləhət görülür.